Aktyor Murad İsmail ilk dəfə həyat yoldaşı aktrisa Ülviyə Xəlilbəyli ilə boşanması haqqında yayılan xəbərlərə münasibət bildirib. Telegraf.com xəbər verir ki, Murad İsmail ATV-də yayımlanan Gündən Günə verilişində bu sözləri yazıb. Həyatım elə gətirib ki, həyat yoldaşım da bu sənətdədir. Biz nə etsək də, bizdə xəbərlər daha çox yayılır. Hər evdə söz-söhbət olur. Bu suala Ülviyə cavab verib. Biz boşanmamışıq. Mən də təsdiqləyirəm ki, biz boşanmamışıq. Amma çox istəyərəm ki, bu haqda danışmasınlar. Hətta həyat yoldaşıma da tapşırmışam. Evdə nə söz-söhbət olur, sosial şəbəkədə yayılmasını istəmirəm. Dediyim kimi boşanmamışam. Boşansam açıq şəkildə deyərəm ki, ayrılmışam. Həyatda heç kim heç nədən sığortalanmayıb. Aktyor sosial şəbəkələrdə ünvanlarına yazılan tənqidi şərhlərə də münasibət bildirib. Şəbəkə izləyiciləri yazırlar ki, qaynana baldız imkan vermədi. Mənim bacım yoxdur, eləcə də həyat yoldaşım 4 ildə ayrı yaşayır. Burada qaynana söhbətindən söz gedə bilməz. Bilib-bilmədən elə sözlər yazırlar ki, qeyd edək ki, Ülviyə Xəlilbəyli ilə Murad İsmailin 2 övladı var. Cütlük bir müddət əvvəl boşanma xəbərləri ilə gündəmdə idilər.